Всё. Başlayaq uşaqlar. Deməli, bu günlər nəyə baxacağıq? Fırlama cisimləri, düzdür? Fırlama cisimləri kim deyər mənə? Hansı fırlama cisimləri tanıyırıq ay uşaqlar? Adlarını deyə bilərsiniz mənə? Silindir var, konus var. Silindir, konus, Bir de küre, küre. sfera. Всё. Bunlar. Küre. Oldu mu? İndi gəlir silindir haqqında danışaq birinci. Silindir nədir? Kim deyə bilər mənə? Düzbucaqlının fırlanma. Bəli. Düzbucaqlının öz oxu ətrafında fırlanmasına əmələ gələn fiqura nə deyilir? Silindir. Bax, bu sən düzbucaqlı. Bunu tutub belə yerində fırlatsa, nə əmələ gəlir? Silindir. Bütöv fırlanır yerində, düzdür? Silindir alındı. İndi bunu biraz daha səliqəli çəkək biz ki, bizə silindirdə hansı qaydalar lazım olacaq? Gəlin ona baxaq. Deməli uşaqlar, dedik ki, düzbucaqlının öz oxu ətrafında fırlanmasından əmələ gələn fiqura nə deyilirdi Zeynəb? Silindir. Düzdürmü? Silindirin oturacaq hansı fiqurdur? Dairədə, düzdür? Dairədir. Yanına da bir hündürlük h-dir. İndi, necə ki, bundan əvvəlki biz fəza fiqurlarında, tutaq ki, prizmanı keçəndə həcmi, tam sətin sahəsi, yan sətin sahəsi lazım olurdusa, eyni qaydada burada da eyni şey olacaq. Gəl birinci tam sətin sahəsi, oturacağın sahəsinə baxaq. S oturacaq. Dedik ki, Nigar, oturacaq hansı fiqurdur bizim? Dairə. Dairənin sahəsi necə tapılır? Pi r-in kvadratı ilə. Deməli, oturacağın sahəsinin düsturu nə oldu uşaqlar? Pi r kvadratı. Bir. Gəlir yan səthin sahəsinə. S yan. Bu olacaq 2 pi r h-a. Olsun h. Hardan gəldi deyəcəksən mənə bu 2 pi r? Axı, bayaqlar deməli düzbucaqlının fırlanmasıdır. Bu xətti tutub açırsan da belə deyək, bütöv. Kəsirsən elə ki, bir tərəfindən, açırsan bunu. Açanda da bunun eninə hündürlüyü düşür. Uzunluğuna isə çevrənin uzunluğu. Çevrənin də uzunluğu nədir? 2 pi r-dir. Deməli, yan səthin sahəsini tapanda nə edəcəksən? 2 pi r bir h olacaq. Oldu uşaqlar? Oldu. Əla. Gəldik nəyə? Tam səthin sahəsi. S tam. Tam da nə deməkdir? Bütöv hamısı. Olacaq. 2 vurulsun S oturacaq. Üstə gəlsin S yan. Deyərsən müəllim, niyə görə 2 vur S oturacaq yazın? Çünki bunun 2 dənə oturacağı var axı. Biri burada, biri də burada. Düzdürmü? Bunu da düsturda yerinə qoyanda olacaq. 2 vurulsun pi r kvadratı. Üstə gəlsin 2 pi r h. Uzaqdakı buradan 2 pi r-i çıxardar mötərizə xaricə qalar r üstə gəl h. Məsələn, deyər ki, aşağıdakılardan hansı tam səthi, silindirin tam səthinin sahəsinin düsturudur. O bunu götürəcəksin. Oldu uşaqlar? Oldu. Silindirin Oldu. oturacağının Oldu. sahəsi, yan səthin sahəsi, bir də ki, tam səthin sahəsi. Bura qədər problem yoxdur. Xeyr. Əla. Nə qaldı bizdə uşaqlar? Həcmi. Həcmi də ki, prizmada olduğu kimi, burada da silindirdə də S oturacaq, vurulsun H olacaq. Sadəcə bunun oturacağı yazmışıq ki, dairə olduğuna görə pi r kvadratıdır, vurulsun H. Həcm düsturu nə oldu uşaqlar? Pi r kvadratı H. Oldu? Oldu. Oldu mu? Bu dediklərimizdə problem olan yoxdur ki. Xeyr. Xeyr. Məsələn, R-in, H-ın yerinə ədədlər verəcək, yerinə qoyub özün hesablayacaqsan. Silindir getdi işinə. Növbəti nə gəlir? Konus. Konus. Konus haqqında nə deyə bilərik biz? Nədir konus uşaqlar? Konus düzbucaqlı üçbucağın öz oxu ətrafında fırlanmasıdır. Bax, bunu belə tutursan, belə fırladırsan, nə yaranır? Konus. Oldu mu? Oldu. Aha. Konusa aid hansı qaydalarımız var? Gəl ona baxaq. Bura R yazaq, bura R yazaq. Deməli, oturacağının sahəsi S oturacaq. Yenə də dairə deyilən nə olacaq? Dəniz pi r kvadratı. Yan səthin sahəsi S yan bərabər olacaq. Pi r L samir. Oldu mu bana? L burada nədir uşaqlar? L-ə doğuran deyilir. Yadda saxlayın. Nə oldu? Doğuran. Yəni sən məsələn misalda görsən ki, yazılıb doğrudan uzunluğu 5-dir, nə bilim 15-dir, 30-dur, neçədirsə və durub qalmayasa ki, doğuran hara deyilir? Doğuran yandakı tilinə deyiləcək. Konusun yan tilinin adı nə adlanır? Doğuran adlanır. Всё. Burada da tam səthin sahəsini soruşarsa S tam nəyə bərabərlər uşaqlar?
Yenə də S oturacaqla da bir dənə oturacağı var. Üstə gəlsin S yan yazırıq. Burada da oldu Pierre kvadrat üstə gəlsin pi r l. Uzaq başı Pierre-i çıxardar mötərizə xaricinə. Qalar nə? R üstə gəlsin l. Zeynəb aydındır? Bəli. Əli. Bu belə. Yerdə nə qaldı? Həcm. Həcmi V bərabərdir. Uşaqlar, prizma ilə piramidada necə idi? Prizmanın həcmi S oturacaq vur H idi. Piramidada 3/1 S oturacaq vur H idi. Elə bir konusla da silindir eyni qaydada bir-birinin protifi olacaq. Silindirdə S oturacaq vur H-dırsa, konusda da yenə də 3/1 S oturacaq vur H olacaq. 3/1 S oturacaq vurulsun H-a. Oldu 3/1 vurulsun oturacağın sahəsi Pierre kvadratdır. Bir dənə vur H. Oldu uşaqlar? Oldu mu? Olmadı. Oldu müəllim. Problem yoxdur ki. Xeyr. Əla. Deməli, silindirdən konusu bildik, düzdür? Bəli. Nə? Bəli müəllim. Gözəl. Yerdə nə qaldı ha uşaqlar? Kəsik konus var mənim. İndi kəsik konusetidə, yəni bunu kəsilmiş hissəsidir. Necə ki biz prizmada piramidanın kəsiyi vardı. Tutaq ki məsələn, sənə konus verəcək, bax belə deyək. Konusu çəkək. Bax sənin konusun, düzdür? Bunun tutaq ki buradan bir dənə ayırsa. Bax aşağıda qalan hissədə var, bura olacaq nə? Konus. Məsələn, bunun tam səthin sahəsini tapanda bunun sahəsini tapacaqsan, bunun sahəsini tapacaqsan, bir də bu yanları tapıb toplayacaqsan. Yəni əsas bizə ümumi qaydası lazım idi. Ümumi qaydasını bildiksə, bu kəsikləri toplamağımızda problem olmayacaq. Gəldik nəyə? Kürə və sferə. Kürə və sferə. Uşaqlar, necə bir çevrə dairə keçmişdik? Çevrə ilə dairənin fərqi nədir? Çevrənin uzunluğu vardı, dairənin içi vardı, düzdür? Kürədə də, belə deyim, sferanın sahəsini tapa biləcəksən. Kürənin isə həcmini tapa biləcəksən. Hər ikisi yumru bir şeydir, top. Belə deyil, düzdür? Nə olacaq? İndi mən bunu şəklini canlandıra bilmirəm gözlə. Belə bir şeydir, elə bir topdur bu. Yumru bir top. Burada sənə lazım olan nə olacaq? Qısa konkret. Burada iki cür sual düşə bilər. Ya səndən konkret, məsələn, kürənin radiusunu verər, deyər ki, həcmini tap. Ya da ki, sferanın radiusunu verər, deyər tam səthinin sahəsini taparsan. Kürənin həcmi V bərabərdir 3/4 vurulsun pi r-in kubu ilə tapılır. Sferanın sahəsi isə S bərabərdir 4 vurulsun pi r-in kvartı ilə tapılır. Niyə görə 4 pi r kvartı tapılır uşaqlar? Elə bir dairədir, sadəcə 4 bir yerə gedir də, belə deyim. Topun mərkəzindən bax, sağa da bir dənə dairə gedir, sola da bir dənə dairə. 4 bir tərəfi dairə olduğuna görə elə bir 4 pi r kvartı yazacaqsan. Oldu mu? Oldu. Olmadı. Buna aid sual necə düşər sizə? Ya konkret radiusu verər, deyər kürənin həcmini tap və yaxud da sferanın sahəsini tap və yaxud da ki, yadınızdadır faiz aid məsələləri keçəndə deyildik, kürənin məsələn radiusunu qədər artırsaq, həcmi necə dəyişər, nə bilim, sferanın sahəsi necə dəyişər, belə bir şey. Tutaq ki, məsələn, radiusu desə 20% artırsa, radius 20% artıranda nə olur? 1,2 olur, düzdür? Kubu nə olacaq? 1,2-nin kubu, məsələn, neçəsə, hesablayaq kənarda, bunu mən bir dənə kənarda vurum, 1, 12, vur 12, bir dənə vursaq 12-yə, olacaq məsələn 17,28, düzdür? Deməli 28% artarmış, belə bir şey. Bu tipli misallar verəcək. Problem yoxdur burada uşaqlar. Xeyr. Xeyr müəllim. Tam başa düşdük də. Deməli bu günləri fırlanma cisimlərini keçdik. Fırlanma cisimlərindən hansılar oldu? Sfera, kürə, konus, silindir. Silindir. Silindirin də həcmin tam səthin sahəsinin, yan səthin sahəsinin oturacağı sahəsinin düsturları dedim, qeyd elədik. Həmçinin deməli konusunda oturacağın yanın tam səthin sahəsini bildik. Kürənin həcmi sferanın da tam səthin sahəsini. Qurtardı getdi. Bundan başqa heç nə yoxdur. Aydındır mı uşaqlar?